5 hektara yaxın ümumi sahəmiz var, özümüzə məxsus. Keçən ilə nisbətən bu il məhsulumuz gözəldir. İnşallah ümid edirik ki, axıra kimi yaxşı olacaq. Birinci yılımız yekunlaşır. Yağıntılarla əlaqədar hardasa bir həftə kimi gecikdi. Çayçılıq ənənələrinin bugün də yaşadıldığı Zaqatalada hazırda 15 hektar sahədən yaşıl çay yarpağı tədarük olunur. Toplanan məhsul əraziyə yaxın yerləşən çay emalı müəssisələrinə təhvil verilir. Çayın keyfiyyətini göstərən əsas amil isə yığım qaydalarına düzgün əməl edilməsidir. Artıq bir həftədir ki, biz çayı yığırıq və bacardığımız yerə qədər kövrək yumşaq olan yarpaqları yığırıq ki, çayımız keyfiyyətli olsun. Sübh saatlarından saat 11-ə 12-yə qədər işləyirik. Gördüyümüz bu çay plantasiyaları təkcə məhsuldarlığı ilə deyil, həm də uzun ömürlüyü ilə seçilir. Belə ki, 80 illik tarixə malik olan bu çay plantasiyalarında yetişdirilən çay məhz tam təbii şəkildə becərilir. Belə ki, burada heç bir kimyəvi preparatlardan istifadə olunmur ki, bu da buradan əldə edilən məhsulun tam ekoloji cəhətdən təmiz olmasına şərait yaradır. Çayın yüksək keyfiyyətinə görə tələbat olduqca yüksəkdir. Lakin sahibkarların əsas məqsədi gələcəkdə əraziləri genişləndirərək yerli bazarlarla yanaşı xarici bazarlara da məhsul ixrac edilməsidir. Bu dəqiqə bizim 15 hektar çay plantasiyamız var. 15 hektarı biz qaldıraq 40 hektara, 50 hektara qaldıra bilsək, onda biz daxili bazardan da hava, xarici bazardan da şahidi çıxartmaq istəyirik. Yəni bu dəqiqə xarici bazardan bizə alıcılar var, maraqlanırlar. Sadəcə bizim yetərli çay olmadığı üçün onlara biz çay təklif edə bilmirik. Onlar deyirlər ki, biz ay ərzində bizə heç olmasa biz bu çayı xarici dövlətdə tanısaq, ayda bizə 3 ton, 4 ton çay lazım. Qeyd edək ki, çay yığımı mövsüm ərzində 5-6 dəfə həyata keçirilir və yığım prosesinin payız aylarına dək davam edəcəyi gözlənilir. Nigar Davudova, Vüqar Mirzəyev, Sədaqət Süleyman, ASTV Xəbər.